Los Angeles'te etiraz aksiyalarının canlı yayımı zamanı Avstraliyalı jurnalist polis tərəfindən rezin güllə ilə vurulub. Video dünyanın kütləvi informasiya vasitələrində geniş yayılıb. Çünki hazırda Birləşmiş Ştatlardakı nümayişlər dünyanın əsas gündəmidir. Nümayişlərə səbəb isə hazırki administrasiyanın sərt miqrasiya siyasətidir. Bağlanan yollar, yanan nəqliyyat vasitələri, polis və etirazçılar arasında toqquşmalar. Hazırda Los Angelesin mənzərəsi belədir. Son məlumatlara əsasən ötən gün ərzində 27 nəfər saxlanılıb. Mən burada doğulub böyümüşəm, lakin qohumlarım arasında miqrantlar da var. Onlar olmasaydı belə vəziyyəti yenə də ədalətsiz hesab edəcəkdim. Çünki hökumətin qeyri-qanuni miqrasiyaya qarşı mübarizəsi çox sərtdir. İş yerlərində reyd keçirib həmin şəxsləri tuturlar. Bu insana pis təsir edir. Ona görə də mən bugün buradayam. Donald Trump'ın administrasiyası isə geri çəkilmə niyyətində deyil. Administrasiyanın nümayəndəsi bildirib ki, aksiya zamanı miqrasiya və gömrük polisinin əməkdaşları hücuma məruz qalıb və yaralanıb. Yerli hüquq mühafizə orqanları isə vəziyyətə çox gec reaksiya verib. Buna görə də Ağ Ev rəhbəri Los Angelesə Milli Qvardiyanın 2000 əskərini göndərmək qərarına gəlib. Vəziyyət o həddə çatıb ki, o dəniz piyadalarını da cəlb etməyə hazırdır. Biz vəziyyəti diqqətlə izləyəcəyik. Onlar polisə tüpürürlər. Bu artıq onların yeni fəndidir. Əşyalar da atırlar. Bu cür vəziyyət üçün mənim bir ifadəm var. Onlar tüpürür, biz isə vururuq. Heç kim polisə və hərbiçilərimizə belə yanaşa bilməz. Los Angelesin meri Karen Bass isə baş verənlərdə Trump administrasiyasını günahlandırır. Onun sözlərinə görə məhz administrasiyanın miqrasiya məsələsinə yanaşması Los Angelesdə xaosun yaranmasına səbəb olub. Los Angeles'te gördüyümüz xaos administrasiyanın hərəkətləri ilə bağlıdır. İş yerlərində reydlər keçirərək, valideynlərlə uşaqları ayıraraq, küçələrimizə zirehli texnika cəlb edərək siz qorxu və təşviş yaradırsınız. Federal qoşunların göndərilməsi isə vəziyyəti təhlükəli şəkildə gərginləşdirə bilər. Kaliforniya ştatının qubernatoru Gavin Newsom Donald Trump'ın etiraz aksiyaları ilə bağlı qərarlarını qanunsuz adlandırıb. O hesab edir ki, qoşun göndərilməsi qərarı yerli hakimiyyətlə razılaşdırılmalı idi, məcburi şəkildə tətbiq edilməməli idi.